Aşıq Yaşar bu günləri Tovuz rayonunun Məşədlər kəndində Usta Xudunun köhnə Dədə Baba yurdunda deyək, köhnə dillə desək, köhnə yurdundadır. İndi bugünkü günə şükürlər olsun oğlu Niyaməddin tamamçısı. Xoş gəlibsiniz, həmişə sizlər gələsiniz. Sizlər çox əziz bir insansınız, özellikle də Yaşar əmi ata dostudur. Allah can sağ versin, ustaddır, var olasın. Xoş gəlmişsən. Buranı həqiqətən işıqlandırdı siz bu günləri. Sağ ol qardaş, sağ ol. Çox sağ ol. Ataların da bir gözəl sözü var ki, ustad oğlu şəhərdə olmaz, ustadın oğlu elə ustaddır. Bu ilsən keçir. Dədə Xududan Fərman müəllimə, Fərman müəllimdən də bizim əzizimiz Niyaməddin bəyə keçdi. Buna görə çox Allahın qarşısında mən özümü xoşbaxt hesab edirəm ki, bugün bu müqəddəs ocaqdayıq. Allah bu ocağı var eləsin, Allah sizləri qorusun. Çox sağ olun. Nə gözəl gün oldu ki, gəldiniz. Axır ki, həmişə deyirdiniz ki, gedib oranı ziyarət edəcəm. Elə Usta Xudunun bura elə köhnə ziyarətidir. Əziz qardaş, siz də xoş gəldiniz. Kəlbəcərli, Laçınlı, ümumiyyətlə. Həmişə xoş günlərinizə gələk. Bu gün mən də şad oldum ki, Ustad Azərbaycanımızın sevimli sənətkarı Ustad Xudu babanın ocağını, bu ocağı ziyarət elədik. Var olun, sizlər də var olun ki, bu gün o ustadın davamçıları yolun davam edirsiniz. Çox böyük məharətlə. Həqiqətən də bugün çox şad oldum. Allah canınıza can sağlığı versin. Həmişə xoş günlərinizə gəlir. Çox sağ olun, çox var olun. Qoy o dünyasını dəyişən ustadların ruhu şad olsun. Hansı ki, o vaxtilə gəlib Usta Xudunu həmin bu yurtda ziyarət ediblər. Burada saz düzəltdiriblər, saz bağlatdırıblar, əziz qardaş. Dədə Şəmşirdən tutmuş, Qəmkeş Allah verdi. Sonra Dəmirçi Abbas, canım sağ deyilsin, Bəhman Vətənoğlu, Şahis Hücayiyyət. Kimlər gəlməyib buraya? Hər kəs gəlir. Allah dünyasını dəyişən ustadlara rəhmət eləsin. Sizlərə can sağlığı. Bugünkü günümüzə şükürlər olsun. Çox sağ olun. Hər biriniz xoş gəlibsiniz. Çox sağ olun. Sağ olun, var olun.